Salam aleyküm bir de dostlar. Deməli dostlar, bu şəlaləyə qalxan yolda baş yuxarı qalxdı, o çayı keçib sonra gəldi. Yəni yol çək zəhmət olmasa. Bu yolu qalxanda burada düz şəlaləyə gedən yol. Burada bizim Hənifə xanım da, Hənifə bibi də, bibi bazar olsun bibi. Bax bibi də gözəl bal, təbii bal. Yəni yaxına gəl zəhmət olmasa. Bizim bu özümüzün dağların balıdır, yaşlılarımız orada yerler. Aha. Qara tikandan da deyək ki, akati açan vaxtda arımız ora qonur. Onun balıdır. Qiymət bibi? Qiymət razılaşma yolu ilə. Qiymət deyə bilərlər, 40-a da deyirlər, 50-yə də, amma soyuq su içər Allaha baxar. İnsafın olsun ki, o gələn turizm. Məsələn, necədir? 30-da deyirəm, 25-ə var. Sağ ol, bəli. İndi bax bu nədir? Bax bu bizim stollarda çayımızın ləzzətli içməyinə görə toz mürəbbəsi. Aha. Sonra var, keçi buynuzlu doşabı var, umut eti, qaraciyəri. Bəli, bəli. Yəni öskürü, bəlğəni təmizliyi. Keçi buynuzu. Keçi buynuzu, bəli. Sirk. Bu da bizim gül suyumuzdur. Ata-babamızdan qalma 40 ləçək. 40 ləçək gülün gül suyudur. Ürəyə xeyirlidir, təziyə. Bu da onun mürəbbəsidir. Bəh. Dostlar, həqiqi baxın. Təbii də bu cür çayın kənarı, bu cür gözəlliyi. Burada var bax, indi bu iç burnu doşabıdır. İç burnu. Bizim dağlarda yetişir. Bu da ki onun gülünün mürəbbəsidir. İç burnu gülün Bu doşabdır, bəkməz. Bu da ki mürəbbəsidir. Sonra var burada, bax kivi sirkəsidir. Orqanizmada şəkəri olana, mədə bağırsaqda problemi olana, görürsən ki, bağırsaqda problemi olana, bunu həm piylənmənin qabağını deyək ki, aşağı, çəkini aşağı salır, normaya salır. Hamıdır özünüz eləyən məhsullar. Hamılar öz əlimin əməlidir. Qaldı ki, mən kimdənsə nəsə mal alıb, bura qoyum, bunun üstünə ancaq özünüz. İndi bir bunlar inşallah bunlar deyil. Bunlar bax, bizim deyək ki, gökə çiçəyimizdir. Türklər ən sevimli gökə çiçəyi. Nəyə xeyirdir gökə çiçəyi? İxlamur deyirlər onlar. Gökə çiçəyi soyuqlamanı aradan qaldırır, buzları aradan qaldırır. Deməli görürsən ki, oynaq ağrısı, diz ağrısı. Kəklik otu. Sonra var bax, mədə üçün dazotumuz var. Rus dilində buna zibirəboy deyirlər. Bizdə solma çiçəyi deyirlər. Sonra var qaraqınıq kəkotu. Bizim qayalarda bitən, deməli, kəkotunun bir növüdür qaraqınıq. Bunu belə əssən, üstünə qaynar suyu tökəndə daha da xoş, gözəl ətri olur. Həm də ki, mədə bağırsaqda soyuqlamanı götürür, soyuqlamanı götürür, köpü götürür. Rahatça oturur, sən yeməyini yiyirsən. Sonra var burada, deyək ki, bizim dağlarda bitən papakiyamız ramaşka. Sonra öz həyətimizin deyək ki, həmən o gül suyunun ləçəyidir, qurudulmuş. Çaya vura bilərsən, qəşəng xoş ətri gəlir. Sonra var, burada var, xırda dağ nanəsidir. Sonra həmən o iç burnunun qurudulmuşudur, çaya dəmliysən. Sonra var burada qatır quyruğu. Böyrəkdəki cülalı, su yolunda problemi olan adamı ən xoş, gözəl dəmləmələrdir. Allah sizə can sağlığı versin. Sonra bax, bir də bu çiçəyi unutmayaq. Bax, qaraciyərdə piylənməni aradan qaldırır, zəncir otumuz. Bunun qəşəng, təzə çıxan baxı, mürəbbəsi də olur, sarı hissəsindən. Çəklər deyək ki, göy hissəni qaçırırsan, çiçəyin özündən mürəbbə də olur, bal da bundan eləyirlər, dərman kimi. Sonra bir də var gülfətli, öskürüyün. O qara göy öskürük var ha. Bundan 3 dənə atırsan, bir qabın içinə dəmliysən, uşaqdır, yaşlıdır, içir öskürüyünü, bəlğəni təmizləyir. İnşallah, Allah sizlərə ömür versin. Dostlar, bax, şəlaləyə qalxanda bu bibini yaddan çıxartmayın. Bax, bibiyə yaxşı baxın, inşallah. Dediyi özü bir izah elədi. Allah ömür versin, bir izah elədi. Mən hamını izah eləyirəm, başa salıram ki, hansıdır, hansı nəyə qadirdir. Yəni, izah eləyirəm. Hamı da təbii, gözəldir. Hamı da təbii. Daha buna şəkil şübhə eləmək lazım deyil ki, bu, nə bilim, nə eləyər, o nə eləyər, həkimlər Allah dedim. sizlərə ömür versin, bazar olsun. Sağ ol.